Salam əziz şagirdlər, kanala və videoya hər biriniz xoş gəlmisiniz. Bugün 7-ci sinif kimya dərsliyinin ümumiləşdirici tapşırıqlarının izahını verəcəm. Gəlin birinci çalışmamız ilə başlayaq. Biraz yaxınlaşdıraq. Deməli, deyir ki, atomun quruluş modelinə əsasən verilənləri müəyyən edin və fikrinizi əsaslandırın. Yəni biz bu modelə baxaraq buradakı suallara, yəni A variantına uyğun gəlirmi, B variantına uyğun gəlirmi, bunları müəyyən edəcəyik. Bu modelə baxıram ki, əvvəlcə protonun sayını tapmalıyam. Üsüllü sayın. Burada gəlin edək o zaman başa düşəcəyik də. Necə yəni? Biz burada məsələn A variantını yerinə yetirmək, B variantını, C variantını uyğunluğu müəyyən etməli deyilik, yerinə yetirməliyik. Yəni səhv başa düşmüşəm əvvəlcə. Deməli A variantına gəlin baxaq. Hətta A variantını buradan yazım. Deməli protonların sayına baxaq. Protonların sayı müsbət yazılanlardır. 1 2 3 4 5 6 7. Deməli 7 protonumuz var. B variantına baxaq. B variantı biraz səliqəsiz oldu şuralar. Deməli yazırıq ki, bura B variantı. Neutron sayını soruşur. Buradakı yaşıllar 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də neutron sayı var. Elektron 1, 2, 3, 4, 5, 6, 7. 7, 7, 7. 777. Bunun üstünü silək, bizə birdən başqa sual verir və bizim fikrimizi yayındırmasın bunlar. Yəni D variantında verilən sual. D variantında deyir ki, birinci elektron təbəqəsi. Birinci elektron təbəqəsi bax budur. Elektronların sayı 1 və 2. Yazıram 2. E variantında deyir, ikinci elektron təbəqəsində olan elektronların sayı 1, 2, 3, 4, 5. 5 dənə. Dəqiqə səliqəli olsun. Çünki birdən 5 yerinə götürüb başqa bir rəqəmə bənzədərsin. Yəni səliqəsiz oldu. Hər nəysə inşallah bu 5-dir. F variantına baxaq. Kütlə ədədini tapın. Kütlə ədədi, yəni A bərabər idi neutron plus protona. Bunu biz necə tapacaqdıq? Neutronun sayı 7-dir, protonun sayı da 7-dir. Yəni 7 üstə gəlinsin 7 bərabərdir 14. Yuxarını silmirəm hələ ki, əgər lazım olsa əlbəttə ki siləcəm. Deməli, ikinciyə baxırıq. Deyir ki, cədvəl dəftərinizi çəkin və boşluqları tamamlayın. Sinkin proton sayını tapmalıyıq. Neutron sayını, elektron sayını tapmalıyıq. Proton sayı əgər üstündə heç bir mənfi, yəni ion olmadığı üçün rahatlıqla tapa bilərəm. Deməli, neutronu tapsam 65-dən çıxaram 30-u. 30-u taparam ki 35. Belə yazmayaq, belə. 65 çıxılsın 30 bərabərdir 35. Bu neutron sayı, elektron sayı da proton sayına bərabərdir. Olacaq 30. Sonra keçirik, bax, buradakı proton sayına baxırıq. Burada
elektronun sayı verilib. Əgər elektronun sayı 18-dirsə, deməli proton 3 dənə elektron alıb. Yəni proton bilmirəm nədir. Üstünə 3 gəlmişəm, olub 18. Bu zaman protonu tapmaq üçün də 18-dən çıxaram. 18-dən çıxaram 3-ü. Taparam neçə? 15. Sonra kütlə ədədini taparamsa neytronla protonu toplayaram. 15 ilə də 16-nı toplayanda eləyəcək 31. İndi keçirik ferium'a baxarıq. Proton sayı 26-dır. Əgər müsbət 2 varsa, deməli 2 dənə elektron verib. Yəni 26-dan 2 çıxıram, qalır burada 24. Neytronu tapmaq istəyirəmsə, kütlə ədədindən çıxmalıyam proton sayını. Yəni 56-dan çıxsam 26-nı alacam neçə? 30. Bu da neytronun sayıdır. Bayaq burada yazdım. A bərabərdir P plus yəni proton plus neytron. Əgər burada neytronu tapmaq istəyirəmsə, A-dan çıxacam protonu. Protonu tapmaq istəyirəmsə, A-dan çıxacam neytronu. İndi keçək kaliuma. Kaliumda isə neytronun sayını verib, elektron sayı verib. Anion deyil, yəni normal bir element olduğu üçün elektronun sayı ilə proton sayı bərabərdir 19. Neytronla da proton sayını toplayacam, eləyəcək 39. Kütlə ədədimiz də 39-dur. Xlorda isə protonun sayı 17. Elektron tapmalıyıq. Əgər proton 17-dirsə, müsbət 7-dirsə, deməli 7 dənə elektron verib. 7 dənə elektron veribsə, deməli 10 olacaq. Kütlə ədədini isə neytronla proton sayını toplayaram. Yəni 17 ilə 18 toplayacam, eləyəcək 35. Sonra burada yaxınlaşdırsam görəcəksiniz ki, bax burada bir dənə mənfi var. Əgər mənfi varsa, yəni F üstü mənfi 1 deməkdir. Yəni o protonundan bunu silim. Bir dənə elektron alıb deməkdir. Yəni proton üstünə bir dənə elektron gəlmişəm, eləyib 10. P də bərabərdir 10 çıxılsın 1. P bərabərdir. Çıxma düşmədi. 10 çıxılsın 1. P də bərabərdir 9-a. Yəni 9 yazacaqsınız. Neytron sayını isə kütlə ədədindən çıxacam. Deməli, neytronun sayını isə kütlə ədədindən çıxaram burada. Kütlə ədədindən çıxaram. Protonun sayını, yəni 9. Bax, siz bu xanaya 9 yazacaqsınız. Tariyə aldığımı. Bir dəqiqə bunu uzun burada qırmızı rənglə işarələyək ki, çəkməyəsiniz də orada. Neytron sayını dedik 19-dan çıxacaq 9-u alacaq 10. İndi keçək aşağıya. Yəni 3-cüyə. Cədvəl dəftərinizi götürün. Atom modelləri üçün düzgün və yanlış fikri müəyyən edin ifadələr yaxud. Deməli, əvvəlcə gəlin bunları yazaq ki, birinci element qoyaq, yaxud da aşağıdan yazaq. Proton sayı bax bu bənövşəklərdə 6 dənə. Neytronun sayı bərabərdir yenə 6 dənə, yaşıllar 6 dənədir. Elektronun sayı isə
elektronun sayı isə 2, 3, 4, 5, 6. Elektron da 6'dır. İkinci. Proton sayı bərabərdir. Burada yine 6'dır. Neutron sayı bərabərdir. Burada 6, 8'dir. Elektron sayı bərabərdir. Yine eyni cürə 6 dənə. Eyni elementdir. Xeyr, eyni element ola bilməz. Yuxarıda da yanlışdır. Bunu qoyacağım. Yoxdur. X işarəsi deyib. Burada ona görə X işarəsi qoyaq. X izotop atomlarıdır. Doğrudur. Protonların sayı bərabərsə izotop atomları olacaq. Doğru. Birinci atom karbon 14 izotopudur. Xeyr. Bu karbon 12 izotopdur. Yanlış. Burada isə karbon 14 olmalıdır. Yəni bunların yerləri dəyişik olmalıdır. Bu da səhv olacaq. Çünki uşaqlar proton və neutron sayını toplayıram. Yəni nüvə yükünü tapıram da. Görürəm ki burada eləyir 14. Yəni karbon 14 izotopudur. Burada isə eləyir 12. Yəni əslində birinci atom karbon 12 izotopu olmalıydı. İkinci atom isə karbon 14 izotopu olmalıydı. Ona görə bu fikirləri yanlış seçdik. Elektron sayıları eynidir. Baxın, elektron sayıları eynidir. Bu doğru olacaq. Neutronların sayıları eynidir. Xeyr, yanlışdır. Birində 6'dır, birində 8. Neytral atomlardır. Bəli, protonla elektronun sayıları bərabərdir. Bu da doğrudur. Keçək aşağıya, dördüncüyə. Burada daha çox məsələ misal tiplidir, yəni həll etmək lazımdır burada. Deməli, elementar hissəciklərin sayını tapmalıyıq. Protonu tapmalıyıq, elektronu, bir də neytronu. Bizə burada gözəl bir necə deyim, ipucu kimi bir şey verib də. Həll üçün əsas buradan istifadə etməliyik. Bu kütlədir, bunlar kütlədirlərdi. Bunlar isə protonların sayıdır. Mən bunu tapmaq istəyirəmsə, bax bunu. Gələk buradan yazaq, orada yer yoxdur. Əgər onu tapmaq istəyirəmsə, mən burada yazmalıyım. Burada mən proton sayını tapmaq istəyirəmsə, 31'i vururam bunun ayağındakına. Ayağındakı nə qədər uşaqlar? Ayağındakı 1'dir. Vururam 1'ə. Mol tapırıq da burada. Üstünə gəlirəm. 16'nı vururam 4'ə. Yəni bunun ayağındakına. Burada kütlədən 16 verib 4'ə vururam. Bərabər eləyir. 64 ilə 31 eləyəcək 95. Üzr istəyirəm, protonların sayını tapmış olmuruq biz belə. Bir dəqiqə, mən burada bunu səhv hesabladım. Bir dəqiqə. Burada deməli dediyim kimi bunun kütləsini tapmış olduq. Yəni əvvəl mən burada vurğuladım ki, mol kütləsində, yəni kütləsini tapmış olduq. Burada indi proton, elektron, neytron tapmalıyam. Ümumi elektronun sayını tapsam, y bərabər olacaq. Y bərabərdir. Burada yazacağım ki, baxın, burada 15, yine 15'i ayağındakına vururam. Yəni baxıram burada heç nə yoxdur. 15 vurulsun 1, üstə gəlinsin 8 vurulsun 4. Bu sefer 8 vururam 4'ə. Çünki protonlarla elektronlar arasında bir bərabərlik olur.
Amma mən burada ümumi elektronu hələ tapmıram. Hələ burada mən iyonu tapıram. İyonu hesablayıram. 15'i 1'e vurdum 15. Üstüne de 8 gördüm 32. 15'ten de 32'ni toplayıram. Eləyir 47. Deməli burada 47 dənə elektron varmış. 47 dənə bu elektronu ümumi elektronun sayını tapmaq istəyirəmsə, bax buradakı -3 var ha. -3'ü də üstünə gələcəm. Demişdim mənfidirsə üstə gəlmə olur. Üstə gəlməzsə mənfi olur. Üstünə gəlirəm 3'ü tapıram elektron sayını. Aldım 50. Yəni y bərabər oldu 50'ye. Burada tapdığımız 47 isə bunun protonudur. Yazırıq bura proton yerinə. 40 bərabərdir 47. Neytronu necə tapacağım? Neytronu da bu 95'dən z bərabərdir 95 çıxılsın. Baxın proton 47. 15'dən 7 çıxaram. Qalar yerdə 8. 8'dən 4 çıxaram 48. Bunu belə yazaq bura 48. Deməli bu hissəni də tapdıq. İndi 5'də deyir ki, ümumi olanları tapaq. Protonların sayı 16'dır. Xeyr, bu getdi. Kütlə ədədi 32'dir. Burada 31'dir. Bu da getdi. Neytronların sayı 32'dən 16 çıxaram. Deməli burada neytron bərabərdir. 32'dən 16 çıxsam 16 eləyəcək. 31'dən də 15 çıxsam neytron eləyəcək 16. C olar. Elektronların sayı 15 üstə gəlinsin 3 18 elektron bərabərdir 18. Burada da elektron bərabərdir 16 üstə gəlinsin 2. Çıxmazsa üstə gəldikdə burada da eləyəcək 18. Eynidir burada da. D variantı. C, D. C və D. Mən bu hissələri sileyim. Qarışır bunlara. Keçdiyində 6'ya iyonlar, protonlar, nöqtələr məndən beynini soruşur. Deməli protonun sayını yazıram bura. 12 kimi. 12 isə müsbət isə deyirdik çıxırdıq. 12'dən 2 çıxıram, tapıram bunun elektronun ki 10'dur. A 10 oldusa elektronun sayı 10'un üstünə 8 yazarım 18 oldu. Bax burada elektron sayı 18'dir. Mən burada protonun üstünə 3 gəlmişəm, almışam 18. Mən protonun neçədir ki? Mən burada 18 almışam. Neçənin üstünə 3 gəlsəm 18 alırım. Çıxaram 3'ü alaram 15. B bərabər oldu 15'ə. Bu qədər sadə. 7'yə keçirik. Yəni kütlə ədədi ilə protonları yazmalıyıq. Yine bir hesablama istəyir bizdən. Burada A variantında A ədədini yazaq. A atomu daha doğrusu. Kütlə ədədi 40'dır. Neytronun sayı 20'dir. 40'dan 20'ni çıxaram. Protonun istəyir axı məndən. Baxın burada. 40'dan 20'ni çıxaram 20. Sonra B'də baxıram. 35'dir. Məndən deyir ki, neytronun sayı da burada 18 verir. 35'dən də 18 çıxaram 17'dir. C'yə baxıram. C'də 39'dur. 39'dan da 20'ni çıxaram qalır 10. 19. Sonra D'də də 37'dir. 37'den de 20 çıxaram qalır 17.
İzotop atomlarını müəyyən edin. İzotop atomlardır bunlar, çünki protonlarının sayı eynidir. Baxın, bu ikisi. 17 ilə 17. Protonların sayı eyni, kütlə ədədləri müxtəlif olan atomlar izotop atomlardır. Kütlə ədədi biri 35-dir, biri 37, amma protonların sayısı hər ikisində 17-dir. Ona görə B variantına da cavab olaraq yazacaqsınız ki, bu və D. Bu qədər əziz şagirdlər, sağ olun, salamat qalın. Videonu bəyəndinizsə, kanala abunə olub, videoya like atmağı unutmayın. Əgər bir sualınız olarsa, şərhlərdə çəkinmədən soruşa bilərsiniz. Sağ olun.